Assalamu aleykum, mənim dəyərli dostlarım və əzizlərim və mənim izləyicim və tamaşaçılarım. Hər bir salamlayıram. Qarşımda olan mal ciyəridir. Çox insanlar mənə sual verir ki, Elşad usta, bəs bu biz mal ciyəri bişirəndə niyə bərk olur? Onun səbəbi sizə deyil. Bütün sirri açıram sizə deyirəm, hala xoşunuz olsun. İnsan bu dünyanı heç nə aparmayacaq. Ancaq yaxşırır. Başlıq nədir? Qarşımda olan mal ciyərin bərk çıxmanın səbəbi birinci nədir? Bunu plonkası deyirlər, üzük plonkası. Plonka nədir? Pərdəsi. Və pərdəsi bu baş barmağımızla, bu baş barmaq. Belə gördüyünüz kimi görsəni rahat görsənməlidir. İstəyirsiniz xanımdan bir zəhmət yaxınlaşdırın. Xoşqadan xanım. Ama gördüyünüz kimi bu görsün necə çıxır. Mən sizin bunu rahatça görürsünüz. Rahat. Belə çıxardırsınız bunu. Qəşəngcənə. Bu əslində bu mal ciyərinin üzü çıxmalı, mütləq. Gördüyünüz kimi belə çıxardırsınız bunu. Belə. Bu üzü pərdəsidir. Plonkası deyirlər, pərdə deyirlər. Ona görə çıxmayanda bişəndə bərkli olur, həm də yumuşaq olmur, qanın bıraxmır. Gördüyünüz kimi belə çıxardandan sonra belə. Sonra bu bir üzündə çıxarırsınız belə qəşəngcənə. Sonra bunu kabablıq doğramaya, langet kimi peçin üstünü doğramaya, nə fərqi yoxdur. Nəyə doğrasaz, birinci bu mütləq çıxmalıdır, mütləq. Və gözün xanımlar və bəylər evdə pişirəndə, eləyəndə fərqi yoxdur. Haradasa istifadə eləyəndə çoxu çıxardım, o pişəndə bərk kimi olur. Ona görə ki, nə etmək lazımdır? Bunu belə qəşəngcə təmizləyəndən sonra bu görə atropdur. Sonra bunu laylar çıxardırsınız belə qəşəngcənə. Və baxırsınız, gözə yarı. Bunun bir də üzünün pərdəsi var burada. Bu damar hissəsi deyirlər də, bu bərk olur. Bunu çıxanır, görün necə təmiz olur, gül kimi, çiçək. Sonra bunu qoyursuz belə. Belə laylar çıxardırsınız, laylar. Laylar. Aziz dostlar, tamaşaçılar. Bu da bizim hazır ciyərimiz. Sonra istədiyiniz formada doğraya bilərsiniz. Hər bir zəmmiş olsun. Ortanı bas səni verənə. Dəyərli dostlar, o ciyər var idi. Bəx doğradım ciyər. Bax, o həmən ciyərdir. Bax, mal ciyəri. Qəşən doğramışıq. Maşallah olsun. Quyruqla zakazını çıxıb. Mal ciyəridir. Çox rahat. Maşallah. Bir də toyuq lüləmizdir. Burada toyuq sinəsidir. Toyuq kabab sinəsi. Qəşəng.